olunur artıq dərsimiz və qoy sözümü tamamlayım inşallah müəllimə. Deməli deyirəm ki, dərslikdən kənar heç nə düşməyəcək. Düşsə də ancaq metodik vəsait olacaq. Onu da mən zaten PDF şəklində sizə göndərirəm. Onu da testlərini göndərirəm. Yəni səthi üzərindən keçirik heç olmasa əsas məlumatların o metodik vəsaitdən. Demək olar bütün dərinlik, çətin salsalar belə yenə də xırdalıqları var o bizim dərslikdə. Yəni dərslikdən kənar heç nə olmayacaq. Mən orada köhnə nəşrləri də nəzərə alıram, yeni nəşrləri də nəzərə alıram. Yəni hər şeyi. Digər testlər niyə o çətinliyi yaradır? Əslində çətin deyil. Başqa bir mənbələrdən, internetmi deyim və yaxud da ki, incəsənət, ədəbiyyat tarixləri mi var ki, onlardan götürüb sual salırlar. Bu cür ki, məsələn mən bir dənə sınaq təşkil edirəm, ora elə suallar salıram ki, bu dərslikdə yoxdur. Və siz normal olaraq maraq verir də sizə. Mən bunu o saytlar hərdən məndən özləri yazırlar, istəyirlər. Özdə xüsusilə mənə deyirlər ki, elə şeylər sal ki, biraz çətin olsun, maraq oyatsın. Mən də buradan tuturam söhbəti ki, saytlardır, başqa yerdə mənbəsi, yəni müəllifin məlum olmayan testlər ki var, hamısı onlar müəllimlərdə bir var qorxu, nə bilim o marağı oyatmaqdır ki, hə bunlardan düşsə necə olacaq, yaza bilməyəcək. Hə kimdir bunu tərtib edən, gedək. Hə bunu hardan tərtib eləmisiniz və yaxud da sizin dərsə qoşulaq, sizdən öyrənək. Bax bu tipli şeyləri yaratmaq üçündür. Məsələn, mən test tərtib edirəm, ora başqa bir məlumatlar qoyuramsa, deməli hə burada yalnız mən bilirəm də bunu. Kim öyrənmək istəyirsə gəlsin mənlə öyrənsin. Bu deməkdir. O deməkdir. Yəni ona görə ehtiyac yoxdur bu qədər beyni yükləməyə. İnanın ehtiyac yoxdur. Mən baxın adın kimi əminəm deyirəm. Bax bu da yazılır. Sonra da mənə deyərsiniz ki, müəllim, bəs demişdiniz belə oldu, elə oldu. Yəni mən artının suallarını, sınaqlarını gördünüz də. Artı bizi də bu qədər vicdansız olub bizi sağ göstərib sol vurmayacaq. Belə inanıram və ona görə onlara güvənib və söz verirəm ki, dərslik kənarı heç nə düşməyəcək. Ona görə ətrafdan, nə bilim, nələrsə götürüb buradan düşər, özünüzü stresə salmayın, biraz beyninizi rahatlaşdırın. Zaten o beyni yüklənəndə bildiyini unudur adam. Gedir, səhvlər eləyir. İndi bu dəqiqə müəllimlər demək olar sınaq işləyirik biz hər gün. Atdıqları demək olar səhvlərin hamısı bildikləri səhvlərdir. Bir dənə ya iki dənə bilmədikləri şey ola bilər ki, orada olsun, onu da ki öyrənirlər o sınaqlardan. Amma əksəriyyət hamısı sınaqları ya axıra qədər oxumamaq, diqqətsizlik, beyin yükləməsindən, fikrin harda olmasından, yəni bu cür olur. Ona görə biraz xəfifliyək. İnanın, mənim sizə göndərdiyim testlər kifayət eləyəcək, əlavələrə heç bir ehtiyac yoxdur. 10 mindən test var test orada. İnanın ki, saysaz onu yəni görəcəksiniz. Və əlavələr də yenə ehtiyac var. Miniatürlər üçün əlavə bir test istəyirlər. Nə bilim, sonra həyat və əsərlərin mövzusu üçün əlavə test istəyirlər. İnşallah bunu da növbəti illərdə hazırlamağa çalışacağam. Deməli, keçirik bu günləri biz demişdik ki, cərəyanlardan bir də üstündən gedəcəyik. Bəzi müəllimlər hətta deyir ki, onları qarışdırıram. Bir neçə dənə cərəyanı belə sual soruşacağıq sizdən. Sonra keçəcəyik ümumi, bütün yenə də ümumi siniflərə. Yəni oradan buradan suallara. Keçək əsas məsələyə. Sual verirəm ki, ümumi olaraq. İkinci Dünya müharibəsi başlayan zaman hansı cərəyan faşistlər tərəfindən ümidsizlik sənəti kimi elan edilir? Bu səs. Bu necə bağlayayım bu səsi? Aha, deməli bizə cavab versin. Fatimə müəllimə cavab versin. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Bu abstraksionizm idi. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual. İncəsənətdə hansı cərəyan klassik qanunları pozaraq ənənəvi sosial mədəni dəyərləri olan münasibəti dəyişdi? Kim cavab verəcək? Bir də əl qaldırın, zəhmət olmasa. Səadət müəllimə, buyurun. Ampir. Müəllimə, bir də təkrar edirəm sualı. Səsi bağlayaq, zəhmət olmasa. Səhv cavab verəndə keçirəm başqa müəllimə. Deyirəm ki, incəsənətdə hansı cərəyan klassik qanunları pozaraq ənənəvi sosial mədəni dəyərləri olan münasibəti dəyişdi? Romantizm müəllimə. Zidd olan romantizm idi. Yox, Sədaqət müəllimə, buyurun, zəhmət olmasa. Ay müəllimə, mən də o deyəcəydim. Başlayın. Bir də təkrar edirəm sualı. Kim bilirsə əlini qaldırsın. İncəsənətdə hansı cərəyan klassik qanunları pozaraq ənənəvi sosial mədəni dəyərlərə olan münasibəti dəyişdi? Həmail müəllimə, buyurun. Bəli müəllimə, bu avangardizmdir. Bəli, avangard, bəli. Bu qədər sadə.
Bunun klassizlə, nə bilim, ampirlə əlaqəsi nə? Yəni klassik nə dediniz bayaqları? Romantizm dediniz. Romantizm belə deyil axı, yəni klassik qanunları pozub, sosial mədəni dəyərlərlə olan münasibəti dəyişib. Bu deyildi. Kökündən dəyişmişdi, münasibət dəyişmişdi avangarddan sonra. Nə idi bu? Bütün cərəyanların ümumiləşdirilmiş adı idi avangard həmçinin. Deməli, Fransada yaranıb, sonralar Almaniya, İtaliya və digər ölkələrə yayılıb. Bu, hərəkatın nümayəndələri qəbul edilmiş bütün normaları, qayda və ideyaları pozmağa çalışırdılar. Bu nə idi? Ayda müəllimə, buyurun. Axşamınız xeyir olsun müəllimə. Axşamınız. Bu impressionizm idi. Bir də təkrar edirəm. Deməli, Fransada yaranıb, sonralar Almaniya, İtaliya və digər ölkələrə yayılıb. Bu, hərəkatın nümayəndələri qəbul edilmiş bütün normaları, qayda və ideyaları pozmağa çalışırdılar. Ramidə müəllimə, buyurun. Bəli, müəllim, axşamınız xeyir. Deməli, bu avangarddır. Bəli, avangard bu qədər sadə. Təşəkkürlər müəllimə. Bu cərəyanı dəfələrlə işləyin. Mütləq bu cərəyanlar testlərini. Daha sonra incəsənətdə hansı cərəyan forma və əşyaların dəqiq deyil, təqribi təsviri ilə xarakterizə olunur? Mətanət müəllimə, buyurun. Kubizm. Abstraksionizm. Abstraksionizm müəllimə. Deməli, baxın, təqribi təsviri deyəndə ki, baxın, deyir ki, incəsənətdə hansı cərəyan forma və əşyaların dəqiq deyil, təqribi təsviri ilə xarakterizə olunur. Yəni ümumiyyətlə orada heç reallıq yox idi, təqribi. Amma kubizm reallıqla gerçək obyekt arasında əlaqəni saxlayırdı az da olsa. Kubizmdə tək-tək detallar var idi, deyə mən onu qarışdırdım. Deməli, bədii cərəyan kimi müasir memarlıq üslubunun dizayn, sənaye tətbiqi və dekora tətbiqi sənətinin təşəkkülünə və inkişafına böyük təsir göstərmişdi bu üslub. Hansı üslub idi bu? Deməli, Vüsalə Mehdiyeva müəllimə, buyurun. Modelim. Bir də təkrar edirəm. Bədii cərəyan kimi müasir avangard, müasir memarlıq üslubunun dizayn, sənaye tətbiqi və dekora tətbiqi sənətinin təşəkkülünə və inkişafına təsir göstərmişdir. Zəkiyə müəllimə, buyurun. Abstraksionizm, bağışlayın. Abstraksionizm. Ya sualı yenə o testlərdə elədiyiniz kimi dinləmirsiniz axıra qədər ya. Deməli, hansı cərəyandır ki, bu üslubda fəaliyyət göstərən rəssamlar öz kompozisiyalarını formal elementlərin, xətt, rəng parçası, formanın, yayınan xarici görünüş əsasında qururdular. Şəlalə Quliyeva müəllimə. Müəllim, abstraksionizm. Testdə mən də onun daxilini düz götürmüşdüm, xaricinə qalmışdım. Belə şeylər eləyə bilərlər onlar orada. Müəllimlər demişəm, bəziləri deyir ki, müəllim sırf siz deyir, müəllimləri çaşdırmaq üçün belə test tərtib edirsiniz. Deyirəm ki, bəli, çaşmayın, bu qədər sadə. Çünki mən elə MIG imtahanını tərtib edənlər sırf onun üçün çalışır. Siz çaşmayacaqsınız, onlara o fürsəti verməyəcəksiniz. Ona görə onlara hazırlayıram sizi. Hansı cərəyan kubizmin əsasında yarandığından onun məntiqi davamı sayılır? Hansı cərəyan kubizmin əsasında yarandığından onun məntiqi davamı sayılır? Pərvanə müəllimə, buyurun. Axşamınız xeyir olsun. Abstraksionizmdir. Bəli. Müəllimə, bəs hansı cərəyanda öz qarşısına təsviri deyil, fəlsəfi vəzifəni qoymuşdu? Kubizmdir müəllimə. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual 1910, bəli. Deməli, ümumi sual 1910-13-cü illərdə eyni vaxtda Avropanın bir neçə ölkəsində mücərrəd formasız incəsənət yarandı. Hökmə müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Bu abstraksionizmdir. Bəli, təşəkkürlər. Yenidən başqa bir sual verirəm. Bu üslub digər cərəyanlara yol açdı. Tamaşaçılara bu üslubda təsvir edilmiş rəmzləri özlərinin istədikləri kimi yozmasına imkan verdi. Kim idi bu? Daha doğrusu hansı cərəyanı idi? Günel Quliyeva müəllimə, buyurun. Salam müəllimə, kubizm. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual. Müasirlərin yaddaşında inqilab edərək yeni üfüqlər açdı, incəsənətin inkişafına, yeni konsepsiya, cərəyan və formaların yaranmasına təkan verdi. Arifə müəllimə, buyurun. İmpressionizm. Bəli, təşəkkürlər müəllimə.
Ümumi sual. Bu üslub öz inkişafında 3 mərhələdən keçib. Hansı üslubdur bu? Zəkiyə müəllimə, buyurun. Axşamınız xeyir. Kubizm. Sezan sayağı kubizm, analitik kubizm, sintetik kubizm. Əla, təşəkkürlər müəllimə. Ümumi sual. 19-cu əsrdə Fransada mövcud olan ən böyük bədii hərəkat idi. 19-cu əsrin ortalarında yaranmışdı. Rəna müəllimə, buyurun. İmpressionizm. Bəli. Deməli, deyir ki, dünyanı həndəsi fiqur formaları vasitəsilə dərk edən primitivizm əslində elə Taciyə müəllimə, buyurun. Əslində elə nədir? Əslində elə kubizmdir. Kubizm. Axşamınız xeyir. Bəli, axşamınız xeyir. Axşam. Təşəkkürlər müəllimə. Təşəkkürlər müəllimə. Ümumi sual rəngkarlığın inkişafına çox böyük təsir göstərdi. Məkanda faktor və həcmin verilməsi üsulları barədə rəssamların təsəvvürlərini dəyişdi. Lamiyə müəllimə, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Bir də təkrarlayarsınız. Necə? Bir də təkrarlayarsınız, eşitmədim. Səs Rəngkarlığın inkişafına çox böyük təsir göstərdi. Məkanda faktor və həcmin verilməsi üsulları barədə rəssamların fikirlərini dəyişdi, təsəvvürlərini dəyişdi. Rəngkarlığın Xudatova Türkan müəllimə cavab versin. Aşağı finalda bu kubizmdir. Bəli, kubizm. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual, xahiş edirəm. Bu mən elə əl qaldıranların arasından seçirəm. Deməli, ibtidai incəsənət Afrika, Okeaniya və Amerika xalqlarının ənənəvi incəsənəti arxaika. Orta əsrlər incəsənəti nəyin nümunələri sayılır? Yeganə müəllimə əl qaldırmışdı sonradan. Nəcibə müəllimə. Müəllimə, mən yenə bilən primitivizmdir. Ona Bəli. görə çaşacam deyənə Saçmırsınız, niyə qorxursunuz ki? Bəli, primitivizmdir. Bəli, müəllimə. Bəli. qorxuram mən. O şey yenə gəlib, məndə o qorxu. Qorxmaq lazım deyil, bildiyinizi deyin. istəmirəm. Olmadı ki. Yenə də deyirəm, səhv cavab verin. Qorxmayın səhv cavab verməkdən. O daha yaxşı yadda qalır. İkinci dəfə o səhv eləmirsiniz. Beyin duyğusal olaraq onu yadda saxlayır. Ki mən burada səhv eləmişdim, bu dəfə etməyəcəm. Deməli, sadəcə əşyanın təsviri deyil, bu əşyanın düşünərək dağıdılmış və rəssamın şuurunda yenidən yaradılmış təsviridir. Bu kim cavab verəcək buna? Aynurə müəllimə, buyurun. kubizmdir müəllimə bu. Bəli, kubizmdir. Bəs ümumi sual verirəm ki, rəngkarlıqda simvolizmə xas olan xarakterik elementlərlə zəngin sujetlər nə adlanır? Nə deyirsiniz müəllimə? Günay müəllimə cavab versin. Axşamınız xeyir müəllimə. Modernizm. Bəli, rəngkarlıqda simvolizmə xas olan xarakterik elementlərlə zəngin sujetlər modern adlanır. Deməli, ümumi sual verirəm ki, yaradıcılığında məhəbbət, ölüm, istirab kimi əbədi mövzular nəyin əsas motivləridir? Cavab versin. Bəxtəvər müəllimə, buyurun. Salam, ekspresionizm. Oo. Müəllimə, diqqət eləyək. Məhəbbət ekspresionizmin motivi deyil. Yaradıcılıq. Simvolizm. Bəli, simvolizm olacaq. Daha sonra növbəti sual. Bu üslubdakı tablolarda sanki rəng azlığı müşahidə olunur. Aytən müəllimə, buyurun. Aytən müəllimə. Bu nə nasıl müəllimə? Kubizm. Bəli. Ümumi sual. Bu cərəyan rəssamlara ətraf aləmin uzun müddətli vəziyyətini, həyatın məğzini təsvir etməyə səy göstərirdilər. Hansı cərəyan idi? Həqiqət müəllimə, buyurun. Həqiqət müəllimə. Post-impressionizm idi müəllimə. Bəli, bəli. Təşəkkürlər müəllimə. Ümumi sual. Uydurma xəyallar, formaların qəribə uyğunluğu və fərqli obrazlar hansı üslubun ümumi xüsusiyyətləri sayılır? Aysima müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Sürrealizmdir. Bəli, bəli. Təşəkkürlər müəllimə. Deməli, Çox sağ ol. hansı cərəyandır ki, bu cərəyan rəssamlar yalnız görünən gerçəkliyi yaxud ötəri təəssürat təsvir etməkdən imtina ediblər. Leyla Abdullayeva müəllimə.
Axtanış verin müəllimə. Postimpressionizmdir. Bəli. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual. Təsvir sənət tarixində istifadə edilən termin olub, rəssamlıq akademiyalarında bədii sistemlərin, istiqamətlərin, antik və intibah incəsənətinin təqlidi. Aysel Cəfərova müəllimə, buyurun. Akademizm müəllimə. Bəli. Ümumi sual. Ümumi sual. Dekorativ üslubiyyata da müraciət edirdilər. Dekorativ üslubiyyata da müraciət edirdilər. Bu hansı cərəyan idi? Səlalə Məmmədova müəllimə. Postimpressionizm. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual verirəm ki, sənət əsərlərinin diqqəti cəlb etmək üçün sir və müəmmələrdən bol bəhrələnən ən nəhəng rəngkarlıq istiqamətlərindən biri. Həmail müəllimə, buyurun. Bəli müəllimə, bu simvolizmdir. Bəli, təşəkkürlər müəllimə. Ümumi sual verirəm. 19-cu əsrin ortalarında Fransada rəngkarlıq sahəsində meydana çıxmış və sonralar bütün dünyaya yayılmışdı. Aybəniz Quliyeva müəllimə, buyurun. Səs aça bilmirəm. Müəllimə, impressionizm. Səs aça Bəli, bilmirəm. bəli. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual. Antik və intibah incəsənətinin təqlidi. Antik və intibah incəsənətinin təqlidi. Leyla Hüseyn. Axşamınız xeyir müəllimə. Klassizm. Yox. Sevinç Musayeva müəllimə. Klassizmə. Antik və intibah incəsənətinin təqlidi. Hə müəllimə, neoklassizm. Yox. Asima müəllimə, buyurun. Akademizmdə müəllimə antik və Bəli, təqlidi. Antik və intibah incəsənətinin təqlidi. 1870-80-ci illərdə Fransada yaranmış, 19-20-ci əsrlərdə daha çox inkişaf etmiş cərəyan. Şəlalə Quliyeva müəllimə, buyurun. Simvolizm. Bəli, ümumi sual. Əsərlərində əsas motivlər, obrazlar, şəhər mənzərəsinin fonunda dağıntılar, ölüm, xəstəlik, faciə, dərin, dəhşət, dərin kədər idi. Deməli, Səyyarə müəllimə, buyurun. Simvolizm. Niyə üçün belə? Çiçək müəllimə cavab versin. Müəllimə, ekspresionizm. Bəli, təşəkkürlər müəllimə. Ümumi sual verirəm ki, işıq və hərəkətin köməyi ilə sənət əsəri yaratmağın mümkünlüyü barədə təsəvvürə əsaslanır. Müəllimlər hamısı əl qaldırsın, zəhmət olmasa küsməsin məndən. Cavab verəcəm, hamıya söz veriləcək. Cavab versin bizə Nəcibə müəllimə. Cavab söz verin. Axşamınız xeyir olsun. Kinetizm. Kinetizm, bəli. Təşəkkürlər müəllimə. Deməli, arxa fonda səslər eşidilirmi? Yox müəllimə, səs yoxdur. Yox, eşitmirik müəllimə. Nə bilim vallah, olsun. Deməli, Birinci Dünya müharibəsindən sonra Almaniya və Avstraliya xüsusilə geniş yayılmışdı bu cərəyan. Deməli, bu kim? Tərlan müəllimə, buyurun. Ekspresionizm müəllimə. Əla. Bəs müəllimə, formaların ciddiliyi, həndəsiliyi, lakonikliyi və zahiri görünüş əzəməti ilə seçilən hansıdır? Konstruktivizm. Əla. Konstruktivizm. Təşəkkürlər müəllimə. Ümumi sual verirəm ki, hamı tərəfindən qəbul edilmiş qaydaların, dəyərlərin, ənənələrin və qanunların inkar edilməsi. Afaq müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Nanakonforizm. Bəli. Bəs müəllimə, müharibəyə etirazın ifadəsi kimi meydana çıxan kim hansı idi? O da ekspresionizm idi. Bəli, ekspresionizm idi, bəli. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual, bədii obrazın əsasını kompozisiyanın deyil, konstruksiyanın təşkil etdiyi avangard üsul. Mətanət müəllimə, buyurun. Konstruktivizm. Aha. Hərəkət edən obyektlərin geniş tətbiqi ilə əlaqəli cərəyan. Günel Quliyeva müəllimə. Kinetizm. Aha. 20-ci əsrin ümumi sual verirəm. 20-ci əsrin 20 və 30-cu illərində inkişaf etmiş cərəyan hansı idi? 20-ci əsrin 20-30-cu illərində. Deməli. Lamanın musiqi dünyası. Buyurun.
Axşam istəyir məndən. Axşamınız xeyir. Konstruktivizm. Aha, əla. Təşəkkürlər. Birinci Dünya müharibəsinin dəhşətinə mənəvi sarsıntı keçirən rəssamlar əsərlərində bilərəkdən öz hisslərini ifadə etməyə çalışırdılar. Leyla Abdullayeva müəllimə, buyurun. Ekspresionizm. Bəli, təşəkkürlər müəllimə. Negativizm anlayışının sinonimi. Fatimə İnalova müəllimə. Fatimə müəllimə. Bəli müəllimə. Bağışlayın, sualı eşitmədim. Bir də zəhmət olmasa. Negativizm anlayışının sinonimi. Non-konformizm. Aha. Bəs müasir incəsənətdə formanın hərəkəti ideyasına əsaslanan hansıdır? Kinetizm. Aha, bəli. Təşəkkürlər müəllimə. Ümumi sual fransız mənşəlidir. Tərcümədə irəli və mühafizə mənasını verən iki sözdən ibarətdir. Taciyə müəllimə, buyurun. Avangardizm müəllimə. Avangard. Bəli. Bəs Bəli. 20-ci səsi bağlayaq. Səsi bağlayaq. 20-ci əsrin əvvəllərində Avropa incəsənətində bədii cərəyan. Yox, burada Fəridə müəllimə əl qaldırmayıb. Baxaq görək. Aynura müəllimə. 20-ci əsrin əvvəllərində Avropada incəsənətində bədii cərəyan. Yeganə müəllimə. Müəllimə, ekspresionizm. Bəli. Təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual 19-20-ci əsrlərdə dünyada ən əsas Avropa incəsənətinə yaranmış cərəyanların ümumiləşdirilmiş adı. 23-cü ilin mix sualı. Afaq müəllimə, buyurun. Avangardizmdir. Aha, əla. Ümumi sual. Rəssamlar natural əsasında sadə həndəsi formaların durduğu fikri əsas götürürdülər. Bəxtəvər müəllimə, buyurun. Kubizm. Bəli. Deməli, bəs yaxşı, ümumi sual verirəm. Plastik ənənələrə yenidən baxışın başlanğıcı hesab olunur. Aynur müəllimə, buyurun. Aynur müəllimə, plastik ənənələrə yenidən baxışın başlanğıcı hesab olunur. Müəllimə, deyərdiniz sınavı. Necə? Sual bir də zəhmət olmasa təkrarlayardınız. Plastik ənənələrə yenidən baxışın başlanğıcı hesab olunur. Unuttum müəllimə, mən bunu. Yaxşı. Üsalə müəllimə, buyurun. Mehdiyeva. Modernizm. Deyil, modernizm. Bəli, modernizmdir. Mən başqa yerə baxıram. Hə. Deməli, klassik ənənələrə yenidən baxışın başlanğıcı hesab olunur modernizm. Deməli, ümumi sual verirəm ki, rəssamlar təsviri sənətin növlərində reallığın təsviri əlamətlərindən imtina etmişlər. Deməli, Aysima müəllimə, buyurun. Müəllimə, bu abstraksionizmdir. Bəli. Xətlərdən və müxtəlif rəngli həndəsə figurlardan istifadə etmişlər. Bəli, bəs klassik incəsənətdə böhran keçirməsi nəyin yaranmasını şərtləndirmişdi? Klassik incəsənət böhran keçirib, kubizm yaranıb da, klassik bitib kubizm yaranıb. Bəli, təşəkkürlər. Ümumi sual 20-ci əsrin təsviri sənətində formalist cərəyan hansıdır? Aytən müəllimə, buyurun. Aytən Məmmədova müəllimə. Aytən Məmmədova müəllimə. 20-ci əsrin təsviri sənətində formalist rəsmiyyət cərəyan. Aytaz müəllimə, buyurun. Axşamınız xeyir müəllimə. Formalist rəsmiyyətçi abstraksionizmdir, formalist isə məncə kubizmdir. İkisində də ilk formalist cərəyan kubizmdir. Aha, rəsmiyyətçi olanda abstraksionizm elə yadında saxlamışam. İkisi də rəsmiyyətçi demək olar. Amma məncə orada qaydasında yazılmışdı ki, ya da mən elə yadında saxlamaq üçün, yəni rəsmiyyətçi olan abstraksionizm yadında saxlamışam. Sadəcə ilk formalist cərəyan isə kubizm. İlk formalist cərəyan deyəndə kubizm olur. Ondan sonraki
formalistsə abstraksionizmdir. Çünki onun əsasında yaranıb. Ümumi təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual 19-cu əsrin ikinci yarısı 20-ci yüzilliyin ortalarında incəsənətdə mövcud olan bədii cərəyanların məcmusu. Sevinç Qasımova müəllimə, buyurun. Axşamı xeyir müəllimə. Modernizm idi müəllimə. Bəli, axşamınız xeyir. Təşəkkürlər müəllimə. Ümumi sual 20-ci əsrin əvvəlində ilk nəhəng formalist cərəyanı dediyi bayaq kubizmdir. Ümumi sual hərəkətin özü müxtəlif olsa da, deməli, hərəkətin özü müxtəlif olsa da, hərəkatın ümumi məqsəd şuuraltı yaradıcı qüvvənin azadlığı və ağıl üzərində üstünlüyündən ibarət idi. Şəlalə Quliyeva müəllimə, buyurun. Sürrealizm. Bəli, bəs yeni texnologiyalara maraq və dekorat tətbiq sənətinin çəklənməsi ümumi sualdır. Yeni texnologiyalara maraq və dekorat tətbiq sənətinin çəklənməsi. Güniyə Quliyeva müəllimə, buyurun. Modern. Modern, bəli, təşəkkürlər. Ümumi sual, qəribəliyi, ağla ziddiliyi, ümumi qəbul olunmuş standartlara uyğunsuzluğu ilə xarakterizə olunur. Rəna müəllimə, buyurun. Sürrealizm. Bəli, təşəkkürlər müəllimə. Ümumi sual, onu fərqləndirən xüsusiyyətlər, düz xətt və təbii xəttlərin xeyrinə bucaqlardan imtina edilməsi. Düz xətt və təbii xəttlərin bucaqlardan imtina, deməli, Tərlan müəllimə, buyurun. Modern müəllimə. Bəli, təşəkkürlər müəllimə. Ümumi sual, 20-ci əsrin birinci yarısında dünya incəsənətindəki bədii istiqamət. Deməli, burada Həmail müəllimə, buyurun. Bəli müəllimə, bu sürrealizmdir. Bəli, təşəkkürlər müəllimə. Deməli, 21-ci, daha doğrusu 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində təsviri sənətdə çox geniş yayılmış bədii istiqamət. Yeganə müəllimə, buyurun. Müəllimə, modern. Əla, təşəkkürlər müəllimə. Ümumi sual, işıq kölgə və xətti perspektivdən imtina edilməsi ilə formanın sadələşdirilməsi səciyyəvi idi. Saadət müəllimə, buyurun. Kubizm. Əla, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində incəsənətdə antik və intibah dövrünün nailiyyətlərinə maraq oyadan cərəyan. Pərvanə müəllimə, buyurun. Neoklasizm. Əla, təşəkkürlər müəllimə. Ümumi sual, məkanın, həcmin və bütövlükdə rəsmin kəsmin ümumiləşdirilməsi. Mətanət müəllimə, buyurun. Kubizm. Əla, bəli, təşəkkürlər müəllimə. Ümumi sual, qeyri peşəkarların yaxud peşəkarların stilizə olunduğu rəngkarlıq üslubu. Güniyə Quliyeva müəllimə, buyurun. Primitivizm. Bəli. Təzəgül müəllimə cavab versin, zəhmət olmasa. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində təsviri sənətdə rəsmin formasını bilərəkdən uşaq yaradıcılığı yaxud ibtidai dövr rəsmləri kimi sadələşdirilməsi özündə birləşdirən istiqamət. Təzəgül müəllimə, buyurun. Müəllimə, bu neoklasizmdir. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində təsviri sənətdə formanın bilərəkdən uşaq yaradıcılığı yaxud ibtidai dövr rəsmləri. Primitivizm, müəllimə, Bəli. primitivizm. Bəli, təşəkkürlər müəllimə. Ümumi sual verirəm ki, 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində fransız rəngkarlığında yaranmış cərəyanı idi və rəsmin kəskin ümumiləşdirilməsi var idi burada. Yeganə müəllimə, buyurun. Müəllimə, fovizm. Bəli, təşəkkürlər müəllimə. Çox sağ olun. Aydın plastik. Ürəkləndirirsiniz məni, ona görə əl qaldırdım. Əla. Aydın plastik formalara maraq oyadan cərəyan hansı idi? Hamı bilir yəqin ki, Aytən müəllimə, buyurun, Məmmədova müəllimə. Axşamınız xeyir, neoklasizm. Bəli, bəs müəllimə, bütün qəribə fantastik bədii həyatda deyil əslində kitablarda mövcud olan nə adlandırırdılar? Romantizm. Əla, təşəkkürlər. Ümumi sual verirəm, bu üslubda ən xarakterik cəhətləri möhtəşəmlikdir. Bu üslubun xarakterik cəhətləri möhtəşəmlikdir, zəriflik, dəbdəbə, qüdrət və hərbi gücün təcəssümü idi. Cavab versin bizə Afaq müəllimə. Necə? Ampir üslubu idi. Bir də Günay Abdullayeva müəllimə bayaq əl qaldırdı, çata bilmədim. Bəli, Günay Abdullayeva müəllimə buyursun inşallah.
Bu cərəyan üçün güclü ehtiraslar insan xarakterinin təsviri, mənəvi yaradıcılıq dəyərlərinin, həyatdakı dəyərlərin təsdiqi daha xarakterik idi. Axşamınız xeyir müəllimə, romantizm. Axşamınız xeyir. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual. Klassizm inkişafında sonuncu mərhələ. Sevinç Qasımova müəllimə, buyurun. Müəllimə ampir idi müəllimə. Bəli, təşəkkürlər müəllimə. Ümumi sual verirəm. 18-ci, 18-19-cu əsrlərdə klassizmə zid olan yeni bir cərəyan idi. Lamiyə müəllimə, buyurun. Romantizm. Bəli, ümumi sual. Hansı üslub rəssamların antikliyi ən yüksək ideal nailiyyət hesab edirdi? Bu üslubda etalona çevirərək təqlid etməyə can atırdılar. Leyla Həlova müəllimə, buyurun. Salam, müəllimə, axşamınız xeyir. Üzrdə sən kamerayı aça bilməyəcəm. Müəllimə, bu klassizmdir. Bəli, əla. Təşəkkürlər müəllimə. Ümumi sual 19-cu əsrin əvvəllərində Napoleon Bonapartın 1-ci imperiyası dövründə Fransada meydana gəlmişdi. İncəsənət üslubu. Arifə müəllimə, buyurun. Arifə müəllimə. Ampir. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. 17-19-cu əsrlərdə Qərbi Avropada incəsənətində antik dövrə ideal kimi müraciət edən bədii üslubu idi bu. Bizə cavab versin Mətanət müəllimə. Klassizm. Bəli müəllimə, təşəkkür edirəm. Biz ümumi demək olar ki, cərəyanları bitirdik. Baxıram ki, müəllimlərin bilmədikləri bir neçə var. Biri kubizmdə çaşdı, bir avangardda. Akademizm. Bir də akademizm biraz Akademizmdə. Onları bir də təkrar edirsiniz. Çıxan səhvlərinizi kitabda araşdırırsınız. Belə sual verim ki, deməli, bir dəqiqə. Ərəb, fars, türk dillərinə astronomiya, kimya, riyaziyyat və digər elmlərdə öyrənmiş bir rəssam var idi. Kim idi o? Aytaz Zeynalova müəllimə, buyurun. Min mövsüm nə var? Əla, bəli. Təşəkkürlər müəllimə. Bir də bir söz soruşum, bəlkə biləniniz ola. Burada əl qaldıranda sizə tık-tık səslər gəlir, amma bundan əvvəl gəlmirdi belə səslər. Mən onun necə səsini itirə bilərəm. Bəzi müəllimlər deyir ki, mən sizin dərsə qulaq asmaq istəyirəm, amma sırf o səslərə görə qulaq asa bilmirəm. Əsəblərimə toxunur. Həqiqətən də o səs səbə toxunur. Bilmirəm onun səsini necə kəsim. Bilən var, görəsən. O həmişə olur deyə müəllimə. Həmişə olurdu. Əl qaldıranda var idi. Yəni o səs gəlir, sizə də gəlir o səs. Gəlir. O səs bir dəfə gəldi, amma bu günləri lap belə dəhşət oldu yəni. Yəni əvvəl salmırdıq da, ona görə bəlkə də ola bilər. Yandırıb salındı. Çox şey. Olsun, eybi yox. Sonra qurdalayıb baxım görüm necə eləmək olur onu. Deməli, o həcmi sadələşdirdi, fiqurları tamamilə incətdi, seyrək konstruksiyalar tətbiq etdi. Kim idi bu? Deməli, Səyyarə müəllimə. Buyurun. Müəllimə, mən yenə elə bunu oxuram ki, deməyə. Pol Sezan. İnanın, çox səhv də desiniz, onu yenə də bunu niyə Pol Sezan deyirsiniz? Baxın, bir dənə bir şey deyim. Nəyi sadələşdirdi Pol Sezan? Müəllimə deyim də mən. Yox, heç kim deməsin. Yox, imini dedim ha, mən müəllimə deyənə söz verilmir. Bax, bunu həmişə tətbiq eləyəcəm. Hə, Səyyarə müəllimə, mən sizdən soruşuram ki, o həcmi sadələşdirdi, fiqurları tamamilə incətdi, seyrək konstruksiyalar tətbiq etdi. Hansı səbəb görə bunu Pol Sezan deyirsiniz? Mənim Pablo Picasso idi. Yox, hansı səbəbə görə? Məsələ odur da, yəni nəyə görə o? Çünki heç adiyyatı yoxdur axı. Bilmirəm o. Cavab versin Zəkiyə müəllimə. Zəkiyə müəllimə. Alberto Giacometti. Adını eşitmədim. Bəli müəllimə. Səyyarə müəllimə, siz sınavlarda neçə bal yığırsınız? Bilmirəm, mən vəbşə. Necə? Mən vəbşə indi gəlmişəm məktəbdən, heç bilmirəm. Yox, qrupa göndərdiyim o demək olar hər gün mən sınav göndərirəm qrupa. Onları işləyirsinizmi? Hə, işləyirəm. Bal neçə olur ilkdə? İlkdə elə bir ki 36 zat. Şükür, keçidi keçə bilirsiniz, əsas odur, hə? Hə, keçirəm. İnşallah ki, nəticəniz də, oradakı nəticəniz, mən sizə deyim ki, mənim sınavlarımdan neçə bal toplayırsa, 2-3 bal fərqi ilə olacaq oradakı nəticədə. Deməli, harda ümumi sual yenə verirəm. Yaradıcılığının yaradıcılığın ikinci mərhələsi rəssamın öz əvvəlki dünya duyumuna tapınaraq mütərəqqi ifadə vasitələrinə tam keçid mərhələsi idi. Hansı rəssam idi bu?
Aysel Qarayeva müəllimə, buyurun. Fazil Nəcəfovdu. Qarışdırırsınız yəqin ki, müəllimə. Yaradıcılığı... Fərhad Xəlilov. Bəli. Fərhad. Onların çox danışdırıram soyadlarını. İkisi də fonla başlayır deyə yəqin ki. Yaxşı. Ümumi sual. Deyir ki, o öz dünyasını yenidən qurmaq arzulayırdı. Onun ətraf mühitin dinamikası, atmosferin rəngin dəyişməsi məkanın planlarını maraqlandırmırdı. Yəni atmosferdə rəng dəyişkənliyi və məkan planları maraqlandırmırdı. Kim idi bu? Üsalə Mehdiyeva müəllimə, buyurun. Mən sizə. Bəli, təşəkkürlər müəlliməm. Ümumi sual. Rəssam öz yaradıcılığında portret xalçaları çox az işləyib, daha çox sujetli və ornamental xalçalara üstünlük verib. Şəlalə Quliyeva müəllimə, buyurun. Eldar Mükahizadə. Bəli. Yavaş niyə deyirsiniz ki? Mənim əlim aşağı saldım. Həmin momentdə dediniz, dedim bir səhv deyirəm. Yox, heç nə olmaz. Deməli, ümumi sual. Deyir ki, bir dəqiqə. O yaradıcılığına 30-cu illərin görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin büstlərini yaratmaqla başlayıb. Kim idi bu? Aidə Xanlarova müəllimə. Fuad Əbdürrəhmanov müəllimə. Bəli, təşəkkürlər müəllimə. Ümumi sual verirəm ki, böyük heykəltaraşın əsərlərinin əksəriyyəti D'Orsay muzeyində, Parisdəki həmçinin Finlandiyadakı Roden muzeyində saxlanılır. Mən dedim onun adını dedim. Nəysə, bu Rodendir, bunu demirəm. Deməli, növbəti sualımız. Rəssam qardaşım, istedadlı rəssam, mebel dizayneri və interyer layihəçisi Diego ilə birlikdə xeyli dekorativ heykəl yaratmışdı. Cavab versin Bəxtəvər müəllimə. Alberto Giacometti. Bəli. Müəllimə, bəs bu qardaşınla birlikdə yaratdığı heykəllərin konstruksiyasına nələr daxil idi? Bilmirəm. Onda Tərlan müəllimə cavab versin. Öyrənək. İnsan və heyvan Obrazlar, bəli. Deməli, obrazlar, insan və heyvan. Orada dəvə quşu yumurtası da var idi. Bəli. Konstruksiya formasında. Dəvə quşdan falan bilirdim, prosta suala necə cavab verim bilmirdim. Deməli, insan və heyvan obrazlar onun konstruksiyasına daxil idi. Təşəkkürlər müəllimə. Deməli, ümumi sual verirəm ki... Müəllimə, təbiət və heyvan olmalıdır. Təbiət və heyvan. Təbiət və heyvan. Mən nə dedim? İnsan dedim. Bəli. Nə dedim? İnsan dedim. Orada dəvə quşu yumurta olmalıdır. Mən səhv demişəm. Mən də çaşdım, getdi başım. Nəysə, harada qalmışdıq biz? Deməli, ümumi sual. O son illər rəssam özünü bütövlükdə iri layihəyə 20-ci əsrin böyük bəstəkar Qara Qarayevin abidəsi üzərində işə həsr etmişdi. Kim idi bu? Ramidə müəllimə, buyurun. Fazil Nəcəfov müəllimə. Bəli, burada Qarayevin abidəsində əsas element nə idi? Necə idi o? Onun deməli, Örüyal qapağı fonunda insana tərəfi idi, şaquli formadaydı. O sözlər qəribədir deyə tam dedim. O qədər qarışıq müəllim onun. Ancaq parça-parça sözləri yadda saxlamışam. Hansı heykəltaraşlıq növünə aid idi o? O deməli Qoreliyev. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual. O həm də heykəltaraşlıqla maraqlanır və bir daha özünün ifadənin yeni üfüqlərini kəşf edirdi. Kim idi bu? Heykəltaraşlıqla maraqlanır, özünün ifadənin yeni üfüqlərini kəşf edirdi. Aysima müəllimə, buyurun. Xuan Miro idi müəllimə. Ana və quş əsəri heykəltaraşlıq nömrəsi. Bəli, təşəkkürlər müəllimə. Çox istəyirəm müəllimə, qadın və quş idi. Öz istəyirəm, qadın və quş bəli. Mən onu ana kimi yadda saxlamışam, Xuanın anası. Ona görə maraqlıdır. Deməli, hansı rəssamdır ki, onun heykəlləri sərt vurğulanan formaları sayəsində istənilən işıqlandırma zamanı özünə məxsus işıq kölgə xüsusiyyətini itirmir?
Deməli, bizə cavab versin Leyla Hüseyn. Rodin. Bəli, Rodin. Rodin idi, bəli. Deməli, hansı rəssamdır ki, o Kirpi, Krokodil və başqa satirik jurnalların səhifələrində onun yüzlərlə karikaturası dərc olunmuşdu. Kim idi bu? Saadət müəllimə, buyurun. Əzim Əzimzadə. Yox. Səssiz olaq, zəhmət olmasın. Müəllimə qoy deyim, Nəcəf Qulu İsmailov. Kim dedi onu? Hə, özünüz dediniz. Bəli, Nəcəf Qulu İsmailov. Yaxşı. Təşəkkürlər müəllimə. Ümumi sual: hansı rəssamın yaradıcılığında insan münasibətləri, əmək fəaliyyəti, gerçək və həyati xarakterlər realist sənətin ən yüksək zirvəsində təsvir edilmişdir? Belə deyim. Bu elə bilirəm düşə bilər. Bu qəşəng bir cümlədir ki, bu məncə düşəcək. Deməli, kimlər cavab vermək istəyir? Leyla Əhədova müəllimə, buyurun. Bəli müəllimə, bu İlya Repindir. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Hansı rəssamdır ki, o digər ölkələrdə incəsənətin istiqamətinə mühüm təsir göstərmişdir. Azadlıq idealının antik obrazlar vasitəsilə ifadə edən rəssam fransız klassizminin ən yüksək nümayəndəsi hesab olunur. Xudatova Türkan müəllimə, buyurun. Xudatova Türkan müəllimə, buyurun. Mehmet Yaklay'dı bu. Müəllimə, klassizmin ən nəhəng nümayəndəsi kim idi? David. Və salam da. Bu qədər sadə. Təşəkkürlər müəllimə. Baxın, bir şey deyim sizə. Burada həmişə mənə cavab vermək istəyən müəllimlər var. Bir də ümumiyyətlə heç cavab verməyən müəllimlər var ki, heç mən onun səslərini eşitmirəm, bilmirəm heç onlar nətər. Səsləri necədir? Onlar niyə bizə cavab vermirlər ki? Merak edirəm həmişə. Yaxşı. Deməli, növbəti sual. Niyə gülməyin? Deməli, o, məhz deyir, xalçaçı rəssam kimi bu sənətdə yaşadan, bu dünyaya tanıtdıran, fəlsəfi məzmunu və forması ilə zənginləşdirən sənətkarlarımızdandır. Sonra Ramidə müəllimə, buyurun. Müəllimə ilə mükazədə. Bəli. Mənə sualı yenidən verilmiş kimi cavab verməyin. Əminliklə cavab verin. Əla, təşəkkürlər. O hətta sağlam düşüncə tərzinə malik insanın dərk edə bilmədiyi hər şeyi ağlası olmaz təsvirlərə çevirirdi. Afaq müəllimə, buyurun. Salvador Dali'dir müəllimə. Bəli. Yaxşı, bəs hansı rəssamdır ki, deyir, rəssamın neftçiləri mifik, qüvvətli qəhrəmanları monolit qayalar kimi təsvir edilib? Mən deyim müəllimə. Yox, cavab versin Aysel Cəfərova müəllimə. Müəllimə Tahir Salahov. Bəli, təşəkkürlər. Ümumi sual verirəm ki, iki dahi hansı rəssamlar tamamilə bənzərsiz baxışları ilə dünyanı heyran etdilər və həyatın mövcud qanunlarını dəyişdilər? Kim idi bunlar? Özlərindən hoqqa çıxartdılar da, belə deyim. Aynura müəllimə, buyurun. Salvador Dali, Pablo Picasso müəllimə. Bəli, təşəkkürlər, çox sağ olun. Ümumi sual verirəm ki, onun yox. O öz yaradıcılığında kubizm və surrealizm təsirini hiss edirdi. Yəni o öz yaradıcılığında kubizm və surrealizmin təsirini hiss edirdi. Kim idi bu? Surrealizmlə kubizmin təsirini hiss edən. Bizə cavab versin. Lamiyə müəllimə. Yox. O deyil. Taciyə müəllimə, buyurun. Taciyə müəllimə deyəcək indi. Onda Güney Quliyev. Klidi. Paul Klee. Yox, Güney Quliyeva. Alberto Giacometti'di. Bəli. Alberto'dur. Əslində hələ surrealizmdə, kubizmdə bunlar hamısı hələ Xuanda da var.
Amma mən elə şeylər qoymuşam ki, onu rahat tapa biləcəksiniz. Variantları o bir Biraz qoymuşam. ciddiyyətli sualdır Hə, müəllimə. ziddiyyətli deyəndə indi variantları burada, belə ümumi verəndə elə səhv görünür. Applikasiyada da var idi. Bunu mən variantlar qoymuşam ki, Nam, Qabo, Helnimur, Roden bunları qoymuşam. Yəni bir də onu qoymuşam. Yəni onu rahat tapa bilirsiniz. Yəni qəbulda da bu sual düşsə, orada bir neçə rəssamı qoymayacaqlar da. Belə qoyacaqlar ki, rahat tapa biləsiniz. Deməli, Müəllimə, mən bu Blokikasso ürəyimdə fikirləşirdim. o da ola bilər, yəni. Onun da yaradıcılığında zaten kubizmlə surrealizm var. Eyni zamanda Xuanda da var, hələ o da qəbul edilə bilər. Polkulidə də Salvadorda da var. var. Bəli, Salvadorda, Polkulidə, bunlarda var. Eyni zamanda Alberto. Deməli, hətta sual sayala bilərlər ki, hansı rəssamlar ki, onun yaradığında kubizm və surrealizm təsiri hiss edilir. Onları da qoyarlar hamısı onun içinə. Ayda bir dənə sual ağlıma gəldi. Bunu həmdən qoyaq. Müəllimə, nə olar o sualları hazırlamayın. Onlar götürüb sizdən qoyacaq, biz də zəif yazacağıq. Yo, zəif niyə yazırsınız ki, tanış olan bir sualları? Ona görə deyirəm ki, işləmək lazımdır. Və bir də inşallah 15 dənə sadəcə Venn diaqramına formatında bir dənə sınaq kimi deyim, hazırlamışam. İnşallah onu 20-yə 30-a zət çıxara bilsəm, sizlə də paylaşacağam. Amma hələ onu paylaşmıram. İstəyirəm ki, onun sabahda zətdə belə müzakirəsini eləyək. Çünki müəllimlərin çox hissəsi elə testləri həll edə bilmir. Bilsələr də onu ayrı-ayrılıqda bütürlər hamısını. Paylaşmıram sizlə. Yaxı sizə öyrədim də, olmasa bəlkə düşdü. Sonradan onu paylaşmıram ki, mən testlərimi heç kim mən özüm paylaşmıram. Mənkiləri götürüb paylaşırlar cəmaət rahat-rahat. Yəni sabahlarda onun müzakirəsini eləyərik inşallah ki, həmin testlərin. Deməli deyir ki, ustadın ilk əsərlərindən sayılan dahi şair bu Firdovsinin Şəhnamə əsərini çəkdiyi miniatür Yatmış Rüstəm adlanır. Bu hansı rəssam idi? Aytaz müəllimə, buyurun. Sultan Məhəmməd. Allah, bəli. Deməli, hansı rəssamdır ki, deyir ki, özündə ideyanı saxlaya bilən hər bir əsərin özünə məxsus qiyməti var. Bu sözləri deyirdi. Bu sözlərin sahibi kim idi? Deyirdi ki, özündə ideyanı saxlaya bilən hər bir əsərin özünə məxsus qiyməti var. Bir də təkrar əl qaldırın. 3 nəfər. Cəfərova, Aysel Cəfərova müəllimə, buyurun. Müəllimə. Səs bağlıdır müəllimə. Nə dedi? Müəllimə nəsə dedi? Demədi. Sualın cavabı nə oldu? Mən də cavablandım, niyə baxın? Aysel müəllimə. Səs yoxdur, nəysə. Lemanın musiqi dünyası. Mən belə fikirləşirəm ki, bu Michelangelo olmalıdır. Bəli, bəli, bəli. Təşəkkürlər, çox sağ olun müəllimə. Ümumi sual, onun yaratdığı insan fiqurunun təsvirində burun, dodaq, ağız təsvir edən daxili bölmələr və ara kəsmələr görünür. Onlar eyni zamanda konstruksiyanın vacib elementləri hesab olunur. Müəllimə, üzrlü sayın, mən də internet 7 megabayt açdım. Nə qədər elədim, səsim gəlmədi deyəsən. Hə, gəlmədi. Nə deyəcəkdiniz bəs? Müəllimə, Michelangelo deyəcəkdim. Əgər indiki son sualı eşitmədim. Bəli, bəli, müəllimə, odur. Təşəkkürlər. Çox sağ olun. Michelangelo, bir də bu son dediyinizi deyin, yoxsa? Onu da deyin, deyin. Nam Qabo səhv eləmirəmsə. Bəli, bəli, Nam Qabo. Təşəkkürlər müəlliməm. Bağlayaq səsləri, təşəkkürlər. Ümumi sual deyir ki, rəssamın yaradıcılığının təməli onun Sovet incəsənətinə öz mənzərələri ilə daxil olmasıdır. Onun yaradıcılığının təməli Sovet mənzərələri ilə. Arifə müəllimə, buyurun. Fərhad Xəlilov. Əla, təşəkkürlər müəllimə. Bəs hansı rəssamdır ki, o ümumi sual verirəm. O antik dövrün məşhur qəhrəmanlarını öz tablolarının əsas personajlarına çevirərək onların obrazları vasitəsilə dövrün yeni ideyalarını ifadə edirdi. Çox maraqlı bir sualdır. Çox xoşum gəlir bu sualdan. İstəyirəm onu götürüb qoysunlar qəbula. Deməli, bizə cavab versin Ayda müəllimə. Müəllimə Jacques Louis David. Əla, bəli.
Bəli, təşəkkürlər müəllimə. Ümumi sual: təsviri sənətlə məşğul olmuş, təsviri sənətlə məşğul olmuş, rəssamlıq, xəttatlıq və kitab tərtibatı sahəsində fəaliyyət göstərən ilk sənətkarlardandır. Bizə cavab versin Bəsti Qurbanova müəllimə. Söz verilməyib. Buyurun. Salam müəllim, axşamınız xeyir. Axşamınız Mənim fikrimcə bu Mir Möhsün Nəvvabdır. Bəli. Təşəkkürlər müəllimə. Ümumi sual: 1952-ci ildə rəssamın vətənində onun adına muzey açıldı. Kim idi bu rəssam? Buna cavab versin Bəxtəvər müəllimə. Pablo Picasso deyil. Pablo Picasso. Yox, davamını oxuyuram. Deyirəm, rəssamın tərəfdarları heç kim onun kimi əsərin bütün elementləri dolğun kompozisiya və dekorativ tabeliyindən ayrıla bilmədi. O dekorativ rəngkarlığın təkrar olunmaz sənətkarı olaraq qalır. Dekorativ rəngkarlıq deyəndə kimdən söhbət gedir? Saadət müəllimə, buyurun. Buyurun. Dekorativ rəngkarlıq ay müəllimə. Mən deməmişəm idim. Yox. Yox, müəllim mən demişdim axı. Bir dəqiqə gözləyin. Əl qaldırın. Heç olmasa nə bilim smailik atın. Səssiz olun. Bir dənə zəhmət olmasa. Çox xahiş edirəm. Səssiz. Arxa fondakı səslər bir əsəbimi şey eləyir. Deməli, 1952-ci ildə rəssamın vətənində onun adına olan muzey açıldı. Eyni zamanda bu rəssam o dekorativ rəngkarlığın təkrar olunmaz sənətkarı hesab olunur. Bilirsinizsə nə gözəl. Deyim. Hə, de. Juan Mir ola bilər. Yox, ola bilməz. Bu kimdir ki? Bir dəqiqə deyəcəm kimdir. İndi yox, müəllimlər deyəcək. Səsləri bağlayaq, xahiş edirəm. Yox. Yadımdan çıxdı. Mən onu həmçinin hiss eləmişəm. Nə gözəl. Bağlayaq səsləri, xahiş edirəm. Aybəniz müəllimə, buyurun. Müəllimə Van Gogh. Günel Quliyeva müəllimə, buyurun. Anca Matisse müəllimə. Bəli, Anli Matisse. Təşəkkürlər müəllimə. Deməli, ümumi sual verirəm ki, o həm də teatr tamaşaları üçün dekorasiya, kostyum eskizləri çəkmişdi. Buna görə də onu həm teatr rəssamı da adlandırırdılar. Bu kim idi? Pərvanə müəllimə, buyurun. Müəllimə bu Pablo Picasso deyil. Yox, çünki o mətnin içərisində üslub texnikası. Bizimkilərdən Yerdə niyə hamı deyir axı? Yox, elə özüm dedim müəllimə. Özümüzkilərdən Tahir Salahov. Böyüyağa Mirzəzadə. Həm də teatr tamaşaları üçün dekorasiya Tahir Salahov da vardı, bəli, Amma Tahir də var. Bəli, Tahir də var. Sonra Toğrul da var həmçinin. Orada monumentalist sözü var. İndi siz onu testə düşəndə, çünki burada Tahirin də, Toğrulun da adı yoxdur. Nəysə, növbəti sualımız. Onun son işləri bir qədər uşaq sayağı görünür. Amma rəssam nə çəkmək istədiyini çox əmin idi. Mətanət müəllimə, buyurun. Pulkülü. Bəli. Ümumi sual: Azərbaycan qədim mədəniyyətin mərkəzidir. Silsilə plakatları, Qobustan qaya üstü yazıları əks etdirən plakatla başlayır. Bu müəllifi kim idi? Sevinç Qasımova müəllimə, buyurun. Görürsən, sağ təşəkkür edirəm. Azərbaycan qədim mədəniyyətin mərkəzidir. Silsilə portretləri, Qobustan qaya üstü yazıları əks etdirən plakatdan başlayır. Elmira Şaxtanskiyə. Bəli, təşəkkürlər müəllimə. Ümumi sual: o uzun yaradıcılıq fəaliyyəti illərində təxminən 80 min əsər yaratmışdı. Kim idi bu 80 min əsər yaradan? Şəlalə Quliyeva müəllimə, buyurun. Picasso. Bəli, müəllimə, təşəkkürlər. Ümumi sual: ustad lirik və vətənpərvərlik ruhunda olan obrazların bədii həllində etik prinsipləri önə çəkirdi. Aytən müəllimə, buyurun. Aytən müəllimə, buyurun. Ömər Eldarov. Bəli, təşəkkürlər. Ümumi sual: rəssamın yaratdığı əsər artıq sujetli kompozisiyadan daha çox sehirli düsturdur.
Yalnız insan təxəyyülü kətan üzərində səpələnmiş detallardan, ayrı-ayrı həndəsi fiqurlardan, düz, sınıq, qırıq xəttlərdən, ələ keçməz alov dillərindən bütöv bir tamlıq yarada bilər. Hökmə müəllimə, buyurun. Bu Juan Miro'dur. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual. O hələ məktəb illərində artıq rəssam olacağını müəyyənləşdirmişdi. Rəssam gənc yaşlarında öz dəsti xətti və üslubunun yaranmasına can atırdı. Leyla Hüseyin müəllimə, buyurun. Sakit Məmmədov. Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual. Orta əsr Azərbaycan memarlığında yeni istiqamət yaratmışdı. O zaman mövcud olan sərt memarlıq üslubuna nəfsli, monumental, dekorativ və dinamiklik gətirmişdi. Yaxın şərq memarlığına güclü təsir göstərmişdi. Səyyarə müəllimə, buyurun. Tahir Salahov. Ay müəllimə, elə şeylər deyirsiniz ki, elə bilirəm Mənim olum mənə müəllimə. yox, Özümü hiç şey bilmirəm. Tahir Salahovun bura nə adiyyəti? Orta Sərt üslubu dediniz, dedim yağını bu Tahirdir, sərt üslubda siz işləyən. Bir dedim müəllimə. cümləni boş verib deyəsən bir dənə sözlərə taxılırsınız. Baxın, orta əsr Azərbaycan memarlığında yeni istiqamət yaratmışdı. O zaman mövcud olan yeni sərt memarlıq üslubuna nəfsli, monumental, dekorativ və dinamiklik gətirmək, yaxın şərq memarlığına güclü təsir göstərmişdi bu adam. Bunun nə əlaqəsi Tahirlə? Bu memarlıq idi. Bu memarlıqdan kimindir? Rəna müəllimə cavab versin. Mikail Hüseynov. Orta əsr Azərbaycan memarlığı yeni istiqamət Ay Allah. Mimar Əcəmi ürəyən partilərlə qarışdı. Ben de çaştım. Ben inan müəllimdədir deyə beynim taşıb bağışdı. Heç bir şey demirəm dayı, heç nə demirəm. Təşəkkür edirəm, çox sağ olun. Ben məmləkatı fikirləşirəm. İnanırsız deyirəm, bəlkə də bu səhv gedirəm. O monumentallıq zatı bir-birinə qarışdırdım. Heç nə olmaz, öyrənirik, o heç yəni, öyrənirik. Hə. Prosto ki, axır zaman qaldı, 6 gün qaldı imtahana fikir. Bilirsiniz də yəqin ki. İnşallah Allah köməyimiz olsun. Deməli, ümumi sual deyir, o istedadı ilə bütün dünyada məşhur olan İsveçrənin dahi sənətkarlarından biri və olan hansı rəssamın deyir, portreti 100 nominalı İsveçrə frankanın üzərində təsvir olunub. Maşallah, bunu hər kəs biləcək. Günay Abdullayeva müəllimə. Albert Giacometti. Bəli. Təşəkkürlər müəllimə, çox sağ olun. Yaxşı, bəs hansı rəssamdır ki, ümumi sual? O şeirlər yazmış, elmi müxtəlif sahələrinə aid kitablar nəşr etmişdi. Kim idi bu? Deməli, bizə cavab versin Aysil Qarayeva müəllimə. Mənim ilməşim nə vaxtdır? Bəli, təşəkkürlər müəllimə, çox sağ olun. Ümumi sual. Deyir ki, görkəmli rəssam riyaziyyat, mexanika, fizika, anatomiya, geologiya, botanika, insan və heyvan anatomiya və fiziologiya sahələrində də daim eksperimentlər, tədqiqatlar aparan bir dahi alim idi. Aysima müəllimə, buyurun. Müəllimə Da Vinci'dir. İtalyanlarda Leonardo Da Vinci'dir. Bizdə Mir Möhsin Nəvvab. Allah, təşəkkürlər. Ümumi sual. Deyir ki, onun bunlar məşhur suallardır. Ümumi sual verirəm ki, öyrənkar karikaturaçı və illüstrasiya ustasıdır. Uzun müddət Kirpi satirik jurnalının baş rəssamı olub. Bu kim idi? Zəkiyə müəllimə, buyurun. Nəcəfqulu İsmailov. Bəli. Ümumi sual verirəm ki, bəs Azərbaycan, Şuşa, Şamaxı, Bakı və s. adlı miniatür əsərlər yaratmış, ornamental və sujetli xalçalara eskizlər vermişdi. Kim idi bu? Afaq müəllimə, buyurun. Lətif Kəpəsən. Yox, ay müəllimə. Lamiyə müəllimə cavab versin. Mən də elə fikirləşdim. Kim bilirsə cavab versin yenidən. Bir də Azərbaycan, yox, heç kim deməsin. Aləm qarışmasın. Sakit olun. Nə oldu ki, indi cavab?
Mən burada həyəcanlı dəqiqələr yaratmağa çalışıram, siz cavab versiniz yerinizdən. Deyirəm axı lazım deyil cavab vermə. Bilirsiniz nə gözəl. Olmadı ki. Cavab ki mən indi bitirdim. Sualı bir də verin də mən sualı. Sual Azərbaycan, Şuşa, Şamaxı, Bakı və s. adlı miniatür əsərləri yaradıb, ornamental və süjetli xalçalara eskizlər verib. Əmir Hacıyev. Sonuncu sualımızdır. Mən acıq edirəm, daha növbəti sualı vermirəm. Çünki məni dinləmədiniz. Və yekunlaşdırırıq inşallah. Sabahda hazırlaşın Venn diaqramı olan 15 dənə test eləyəcəyik. İnşallah ki. Sınaq atasınız müəllim bugün. Sınaq göndərəcəm, bəli. Sağ ol. Sağ olun. Gecəniz xeyrə qalsın inşallah. Hələlik. Maraqlı idi. Sağ olun. Sizdən düşmür. Niyə küsürsünüz? Deyəm belə.